Salam, hər vaxtınız xeyir olsun dəyərli müəllimlər. Mən İsayeва Röya paylaşdığım növbəti sualın izahını verirəm. Sualımız belə idi. O, bu əvəzliklərindən sonra əvəzlik gəlsə, o və bu əvəzliklərindən sonra vergül qoyula bilərmi? Cavabımıza baxaq. Deməli müəllimlər, o və bu əvəzliklərindən sonra əvəzlik gələndə vergül olmur. Mən demişəm ki, deyirəm o, bu, kim nə sualına cavab versə də, onsuz da bilirik ki, hansı sualına cavab verəndə vergül yoxdur. Amma hətta kim nə sualına cavab verəndə, ondan sonra köməkçi nitq hissəsi, əvəzlik və feil, bunu da belə baş hərfinə yadda saxlamışıq ki, yəni kəf, gəlsə vergül olmaz. Qaydanı bu cür demişdim. İndi, amma bizə dəqiq cavab lazımdırsa, deməli, köməkçi nitq hissəsi, əvəzlik, feil gəlsə vergül olmaz. Deməli, yazırıq xeyir cavabı. Amma istisnalar var. Niyə var istisnalar müəllimlər? Gəlin ona baxaq. Məsələn, deyirəm, o, bu, işarə əvəzlikləridir. Deməli, necə? O, bu, işarə əvəzlikləridir. Burada saydım, həmcins söz kimi işlətdim deyə vergül qoyuram. Bu hallarda bəzi istisnalar ola bilir ki, o, budan sonra vergül qoyulsun.